Rafəm, bir şey də soruşum səndən. Buyur. Bax, sizin 60 yaşınız var da. Gəldiniz, məsəl üçün 6 ay buranı keçdiniz. Bugünkü gün həyatınızda hər şey yaxşıdır da. İndi məsəl üçün məndə də olur hansısa bir qohumun tərəfindən olsun, ya bir tanışım tərəfindən soruşurlar ki, yaşla bağlı orada necə olacaq da, yəni həmin adamlar üçün bu reabilitasiya mərkəzi faydasından, ümumiyyətlə çətinliyi varsa, çətinliyinə, yoxdursa, onlardan biraz danışa bilərsən, zəhmət olmasın. Başa düşdüm. Yəni mən 60 yaşında gəlmişəm, 59 yaşında gəlmişəm bura, 60 yaşım gələnlər qeyd olunacaq. İnşallah. Mən burada özümdən danışıram ki, heç bir çətinlik görməmişəm. Əksinə, mənə olunan hörmət, mənə motivasiya verib. Məsələn, cavanların içində mən özümü cavan hiss eləmişəm. İstəmişəm ki, bir addım onlardan qabaqda olum, nümunə olum. Məsələn, mən belə hiss eləmişəm. Bir də ki, bir şeyi mən özlüyümdə fikirləşirəm ki, cavan əslində cavan uşaqlar belə çıxır ki, doymayıblar hələ. Gəzməkdən, tozmaqdan belə deyirlər də. Amma yaşlı bəsdir də, nə qədər olar? Ailə, uşaqlar böyüyür. Əsl elə, mənə elə gəlir ki, elə yaşlılar daha yaxşı sağalarlar burada. Nəinki cavanlar. Mən elə başa düşürəm. Gəlsinlər, biz də dəstək olarıq bacardığımız. Çox sağ ol, Rafəm. Allah Sağ ol. səndən razı olsun. Sağ ol.